Kim ki ürək istədiyi hər şey eləyir, ürək istədiyi hər şey eləyən insan, o insan qısa müddətli ləzzətə çata bilir. Amma yerinə ağır qəm gəlir. Davamlı qəm gəlir. Qısa müddətli ləzzət yerinə acı qəm tutur. Hansı adamlar? Acam durum yiyeyim. Yuxum töküldü, gedim yatım. Adam bir vaxt qoyar, yeməyin vaxtı. O vaxtda, o saatda yesin. Bir alim var, deyir ki, süfrə salınırdı hazır. Bu, məsələn, 5-də yeməlidir, məsələn, 6-da yeməlidir. 6-ya 5 dəqiqə qalıb oturmurdu süfrə. Gədir, gezir, baxırdı. Saat düz 6 oldu, oturur. Çünki bilir ki, bunu bir dəfə filan şeyə görə pozsan, bir dəfə obrisinə görə pozsan, sabah alınmayacaq. Bəlli bir saat olmalıdır, yemək saati. Ailə üçün olsa lap yaxşıdır. Ramazan ayında bir söz nə gözəldir? Gözəlliyi bir də budur ki, biz belə oluruq, qeyri-ixtiyari. Biz indi acanda yemirik ki. Saatində yəqin hamının qarnı qurulduyur, acdır, amma yemirik. Axşam müəyyən saatda yiyəcək. Bir ay biz nizamla yaşayırıq. Səhər də, axşam da nizamla yaşayırıq. Ramazan ayı özünü düzəltmək, proqrama salmaq üçün bir fürsətdir.